Bəli uşaqlar, başlayırıq imlamızı. İmla necə yazılır həmişə? Hamı öz abzasını tapıb. Heç kim məndən kömək istəmir. Necə ki, dünən sərbəst yazırdıq lövhədə, bugünə dəftərimizdə yazırıq. Aydın oldu? Başlayıq. İnşallah davranış da 5 olacaq. Ayala. Eybi, sinif işini aç onu. Al çay, cəld ol. Ayaqlarımızı sürtləmirik balam. Əyləş. Başladıq. Həyətdə oynayırdıq. Həyətdə. Həyətdə sözü ilə başlayırıq. Həyətdə. Hə, həyit yox ha, həyət. Hə, hecəyə böl özün üçün. Hə. Həyətdə. Həyətdə yazdıq. Yazan sadəcə olaraq başını qaldırsın. Səsküy eləməsin. Mən biləcəm ki, o uşaq yazıb. Əla balama. Oynayırdıq. 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 On ya oy. Oyna. Əlini çək. Oyna. Oynayırdıq. Oynayırdıq yazdı hamı. Cümlə bitdisə nə olacaq? Afərin, nöqtəmizi də qoyduq. Əla. Cümləmi bir dəfə deyirəm. Cümləmi bir dəfə deyirəm, sonra söz deyəcəm. Birdən havanın rəngi dəyişdi. Birdən. Bəli, cümlə böyüklə başlayır. Birdən. Sakit. Birdən. Hədə. Otur, Rıza. Birdəni yazdın. Otur da, bəs nəyə yoxsuzsan bala? Birdən. Havanın. Bəli, havanın. Əlbəttə, ayrı sözdürəm. Havanın. Böl hecaya özün üçün. Nə sözünə? Uşaqlar. Necə balam? Doğrudan. Ola bilsin məktəbdə, məktəb imlasından. Mən gələk kitabdan yazdırıydım. Gələn dəfə yazmasa kitabdan yazdırım. Birdən havanın yazdıq. Rəngi dəyişdi. Rəngi. Bəli. Nəyin? Yaxşı, o olub da sıkıntı olub yaz. Havanın rəngi. Uşaqlar. Rıza, dedim axı əlavə sual verin. Rəngi yazdıq. İndi yazın dəyişdi. Dəyişdi yox ha, ənən dəyişdi. Dəyişdi. Çox balaca yazma. Bayaq gördün ki, müəllimə dıtılları yekə yaz. Dəyişdi, bəli. Fikir bitsə nöqtə. Sonra davam edirik. Necə olacaq cümləmiz yenə? Şimşək çaxdı. Şimşək. Şı-i yox, elə bölmə hecəyə. Şı-i-mı? Şimşək. Çaxdı. Xı-la. Xı-la yox ha, qarışdırmayın. Çaxdı. Çaxdı və fikir bitdi. Bəli. Növbəti cümləni oxuyuram sonra. Çaxdı nöqtə, bəli, Altay. Turqut yazdın, çaxdı. Nöqtə qoydun. Bəli. Səmada qara buludlar göründü. Səmada. Birinci sözümüz səmada. Səmada. Qara. Səmada, axırı ananlı yoxdur. Səmada, qara. Ev, danlı yazmısan. Eyb yox, heç olmaz, qara. Gözlə, qara yaz. Qara yazdıq. Qara. Buludlar. Şuşaqdır, qızım, şuşaq. Misal yazdın buludlar. Dəqiq. Yox, buludlar özdən artırma da Altay. Buludlar. Əlavə hecə artırma. Səmada qara buludlar göründü.
Göründü, var idi demədim. Mən göründü dedim. Göründü. Göründü. Nə? 3 dənə nə? Cümlə. Heyecan 3 dənə var. Göründü. 3 heyecan. Və fikir bitdi. Aferin. Başlayırıq. Güclü yağış yağdı. Güclü. Birinci güclü sözü. Güclü. Güclü. Ben yazdım. Aferin. Ben yazdım dedim. Güclü yağışlı yağdı. Yok. Güclü yazdın. O biri söz. Yağış. Yağış. Yağış yazdın. Sonra yaz. Yağdı. Yağdı. Rıza yadından çıxmışdı. Yağdı. Nöqtə və böyünə. Uşaqlar, cümlə bitdi, nə qoyduq? İndi uşaqlar, yeni cümlə, yeni abzasdan alacaq. Yeni abzas deyəndə nə edəcəm? Aşağı düşəcək. Əgər cümləmizin qarşısında yox, tirə qoymuruq. Cümləmizin qarşısında yazmağa yerimiz varsa, nə edəcək? Düşəcək aşağı, yeni sətirdən yazacaq abzasdan. Bəli, və böyünə yazacaq. Deyim? Altay, sən imla yazsan, yoxsa qaqaş istəndirsən orada? Ay, sağ ol. İmla yazırsan. İndi. Hə, davamıdır da, elə bir. Evə qalxmaq istədik. Evə. Bəli, cümlə başlayır. Böyük. Aşağı sətirdən, yeni sətirdən. Bəli, evə. Mən yazdım. Hə, Altay, hə. Evə. Qalxmaq. 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 X, sonra maq. Qalx 4 hərf. Afərin Məhəmmədə. Qalxmaq, maq. Mağı da yazdıq. Əla. İndi yeni sözü deyirəm. İstədik ilə. İstədik. 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 Mənə deməmiş yazmayın ki, yadınızda bir də səhv qalar cümlə. İstədik. Bəli. Nöqtə qoyuruq və böyünə başlayırıq. Afərin qızım, bəli. Nöqtə qoyuruq, visal səs eləmirik. Nöqtə qoyuruq. İstədik nöqtə və böyünə başlayırıq. Yeni cümləmiz. Yağış dayandı. Yağış. Ya. İstədik nöqtə, sonra yağış dayandı. Yolu niyə balaca ilə başladın bəs? İstədik nöqtə. Əlbi çəkdim. Yağış dayandı. Yağış dayandı. Yağış aysa böyünə. Yağış dayandı nöqtə. Çakıllatmırıq qələmləri. Diqqətimizi yayındırmırıq. Bəli, və böyünə. Yağış dayandı nöqtə və böyünə. Hamı təbiətin sirrinə təəccüb etdi. Hamı. Hamı sözü. Məndən qabağa yazıb getməyin, ha, çaşarsın sonra. Yaz hamı, böyünə, bəli, böyünə. Əlbəttə cümlə başlayır. Hamı. Harda nöqtə qoyursan? Harda sanki? Yağış dayandı, bəli, nöqtə. İndi yaz buradan. Hamı. Hamı. Təbiətin. Təbiət deyəndə y deyirəm, amma y-la yazmıram. Təbiət. Ay, sağ ol. Təbiətin. Ay, sağ ol. Yazın. Hamı yazılsa, indi yazın. Təbiətin. Təbiətin yazmısan. Təbiətin. Təbii qalıb burada. Burada bir dənə quş qoy, özü orta. Bax, ədən qabaq. Əylə bunun arasında bir rəng. Ay, su yazın burada. Ay, sağ ol. Təbiətin yazdıq. İndi növbəti sözü deyirəm. Sirrinə. Sir sözü necə yazılır? R bir dənədir. 2 dənə. Sirrinə. 2 dənə R olacaq. Yazın. Sirrinə. Sirrinə. R 2 dənədir. Nə olur? R. Sirrinə. Sirrinə. Yazdıq. Əla. Sirrinə. O bir sözü deyim uşaqlar, nöqtə yox. Hələ fikir bitməyib, nöqtə. Ay, 6 ay. Çək onu qabağa. Təəccüb. Təəccüb sözünü mən kömək eləməyəcəm. Görüm kim necə yazacaq.
Təəccüb. 2 dənə ə, 2 dənə hə düzdür. Təəccüb yazdıq, Vüsal. Yerlənmə, otur yaz. Durma ayağa. Təəccüb, sonra yazın. Etdi. Etdi. Ama iki tane. Et diyor. Bir tığ var, bir dıl var. Etdi, fikir bitti. Nokta. Böyle yok. Tığdan sonra tığ olur. Altay, etdi. Hərf deyin balam imlanı mən. Elə imla olur. Hecəyə bölüm, yenə deyirsən ki, tığdır yoxsadır. Uşaqlar, nöqtə qoyduq. İmlamız da bitdi. Qaçmadan sərgənlə stolun üstünə açıq vəziyyətdə qoyuruq. Və müəllimə də bir dənə göz gəzdirir burada hələ ki. Qoy. Yaxşı. Qaralarımız var Rıza yenə. Bir baxaq. Ay, əsas o da düzdür. Görə necə yazırsın. Mənim ağrılara gedə bilərəm. Get qızım. Ver görüm bana. Ver. Sonra kimdə qaldı defter? Niye balam? Kimdən küstün? Ay Vüsal. Qələmi yazmıyor. Ne olur?